Hər vaxtınız xeyir olsun. Ümidvaram ki, yaxşı olasınız. Bugünkü testimiz məntiq testidir. 3-cü sinif üçün məntiq testidir. İki kənar həddinə görə orta həddin tapılmasını işləyəcək biz. Gəlin ilk öncə görək nə deyir burada. Qanuna uyğunluğunu müəyyən edin və sual işarətinin əvəzinə uyğun variantı seçin. Gəlin elə birinci sualdan başlayaq. 41 ilə 17-dən 24 alıb. 33 ilə 15-dən 18 alıbdır. 46 və 26-dan nə alınmalıdır? Gəlin onu tapaq. İlk öncə biraz yaxınlaşdırın. Aha. 41 və 17. 41 və 17. Gəlin cürbəcür yollarından hesablayaq. İlk öncə 41 və 17-dən çıxaq. Görək neçə eləyir? 24. Demək ki, burada ancaq çıxmaqla gedir. İndi isə 33 və 15-dən çıxaq görək. 18 alınırmı həqiqətən? 33 və 15-dən edir 18. Bəli. Sonra 46 və 26-dan isə çıxacaq. 46-dan 26-sını çıxsaq edəcək 20. Bu da olacaq doğru variant C variantı. Davam edirik. Deməli, burada nəsə başa düşmədinizsə yorumlara yazın. Açıq aydın şəkildə başa salacağım. Keçək ikinci sualımıza. 17 və 28-dən 45 alıbdır. 19 və 32-dən 51 alınıbdır. 25 və 18-dən nə ələcəyik? Nə əldə edəcəyik? Gəlin baxaq. Mən burada görürəm ki, bunların ikisinin cəmi gedir burada. Mənim bildiyim qədərilə. Gəlin baxaq, həqiqətən doğrudurmu? 17 üstə gələk 28. Bəli, 45. Demək ki, burada hər ikisinin cəmi gedir. Gəlin ikinciyə baxaq. 19 üstə gələk 32. Bu da eləyir 51. 25 üstə gələk 18. Bu da edəcək 43. Doğru cavab B variantı. Üçüncü sualımıza keçid edək. 73 49-dan 8 alınıbdır. Aha. Gəlin baxaq görək necə əldə edə bilərik biz buradan. İlk öncə 73 ilə 49-u gəlin çıxaq. 24 alacağıq. 24-ü də gəlin indi belə deyək də 3-ə bölək. Eləyəcək 8. İndi bu yöntemlə gedək görək ki, ikinci də elə alındıra biləcəyikmi? 58-dən 31-ini çıxsaq 27. Bunu da 3-ə bölsək 9. Demək ki, yöntemimiz doğrudur. 67-dən 34 çıxanda edəcək 33. 33-ü də 3-ə böləndə edəcək 11. Doğru cavab A variantıdır. Dördüncü sualımıza keçid edək. 33 və 12-dən 15 alıbdır. 41 və 7-dən 16 alıbdır. Gəlin baxaq görək biz bunu necə edə bilərik. 33-ün üzərinə 12 gəlsək 45 əldə edə bilərik. 45-i də 3-ə bölək. Edir 15. Keçək ikinciliyə 41 ilə 7-ni toplasaq eləyəcək 48.
3'ə bölsək edəcək 16. 52 ilə 8'i toplasaq 61. Bunu da estağfurullah 60. Bunu da 3'ə bölsək edəcək 20. Bu da doğru cavab C variantıdır. Əziz dostlar, bugünkü testimiz bu qədər. Hissə testləri mən paylaşıram. Girib kanalımdan baxa bilərsiniz. Həmçində kanalıma abunə olmağı və videomu bəyənməyi, şərh bildirməyi unutmayın. Hələlik.